Rəbbin sənə bir məktubu var. Sevimlim, indi qarışıqlıq içindəsən. Hara gedəcəyini bilmirsən? Onda dinlə. Mən səni genişliyə çıxarmaq istəyirəm. Bilirəm. İndi yolun itmiş kimi hiss edirsən. Qarşıda yol görmürsən. Geriyə isə qayıda bilmirsən. Əzizim, addım at. Mən sənin addımlarına çıraq, yollarına işıq olacağam. Məni dinlə. Bütün qəlbinlə məni dinlə. Hər vəziyyətdə mənə sadiq qal. Məndə qal. Çünki mən yol, həqiqət və həyatam. Hansı tərəfə gedəcəyini bilmədiyin zaman kəlamım sənə yol göstərəcək. Qaranlıqda işığın, qarışıqlıq zamanlarında sənin ümidin olacaq. Zəburçunu xatırla. Kəlamımı özünə dayaq seçmişdi. Addımlarını sözlərimlə möhkəmləndirmişdi. Sıxıntı anlarında sözlərimlə azadlıq tapırdı. Çətin zamanlarda sözümü seçərək mənə sadiq qalır, müqəddəsliyini bir daha sübut edirdi. Yeremiyanı xatırla. Onun üçün sözlərim sanki çörək kimi idi. O deyirdi, sözlərini tapıb yedim. Çünki sözlərimin ona sevinç və şadlıq gətirdiyini deyirdi. Bununla da o mənə məxsus olduğunu bəyan edirdi. Çəkdiyi çətinliklərin sonunda alacağı mükafatı gözləyərək belə deyirdi. Qüvvətim və qalam, sıxıntı günündə sığınacağım sənsən. Sevimlim, bugün sən də mənim üçün onlardan dəyərsiz deyilsən. Mənim üçün sən də onlar qədər dəyərlisən. Çünki səni də mən öz əllərimlə yaratmışam. Sən mənim nəfəsimsən. İndi bu an yanıma gəl. Gizli yerdə qəlbinin dərinliklərində məni axtar. Mən sənə zühur edəcəyəm. Ağlındakı məyusluğa deyil, məndə olan ümidə bax. Mən tezliklə gələcəyəm və ürəyi mənə məxsus olanlara öz sülhümü verəcəyəm.